hamınıza hoş geldiniz deyirəm. Ağstafa rayon Qarabağ rayonuna qarşı İctimai Birliğinin adından. Və bura toplaşmaqda səbəb onu bildirmək istəyirəm ki, bizim qazimiz Vətən müharibəsində qəhrəmanca döyüşmüş zabit Sabir Ələkbərov evladı Tahir Ələkbərov Polşada dünya çempionu adına layık görüldüğü için medal almıştır ve o hem öz idman cəsarətini orada nümayiş etdirmiş, Azərbaycanın bayrağını yükseklərə qaldırmış ve o bayrağı yükseklərə qaldırmaqda həmin bayrağın üzərində olan şəhid qanımızdan ve şəhid şəkli olan, hansı ki, həmin üzvü olduğu Ağstafa rayon Budakan klubunun adına verilmiş Ramiz Mustafayev'in adına verilmiş bir bayrağı da orada kaldırmıştır. Hamımız bilirik ki, həmin Budakan, Ağstafa rayon Budakan karate klubu Ramiz Mustafayev'in adına ve həmin klubun da prezidenti Ramiz Mustafayev'in anası Manur Xanımdır. Bu həqiqətən həmin idman turniri keçiriləndə hamımız ürəkdən istəyirdik ki, Tahir'in nailiyyəti olsun. Tahir ona görə Avropa çempionudur, dünyanı da əldə eləmək üçün hamımız hər an gözləyirdik və Tahir də bizim Azərbaycanımızın layiqətini daha da yüksəklərə qaldırdı, bayrağımızı yüksəklərə qaldırdı, ona çox sevindik və həmin sevincə bizim Respublika Qarabağ əllərinə qarşı İctimai Birliğinin sədri, birinci qrup Qarabağ əlli, Cənab Fridun müəllim öz sevincini telefonda atasına bildirdi və orada özü bildirdi ki, mən də həm klubun prezidenti Manur xanıma, həm də dünya çempionumuz Tahir Ələkbərova fəxri diplom tərtib etmişdi. Mən həmin o fəxri diplomları təqdim edəcəm və təqdimatdan sonra burada yığışan, hansı ki, toplaşan, hansı ki, tədbirimizdə iştirak edən insanlara söz verəcəm. İndi hal-hazırda mən Manur xanımı dəvət edirəm. Gənc nəslin sağlam ruhlu vətənpərvər böyüməsində göstərdiyi nümunəvi dəstəyə görə Şəhid Ramiz Mustafazadə adlı Ağstafa Budakan Mərkəzinin fəxri prezidenti şəhid anası Manur xanım Mustafazadə. Bir təbrik edirəm, hürdü məlumatına. Hürməti qalibimiz, çempion, dünya çempionu Tahir Ələkbərov, sizi təbrik edirəm. Biraz belə. Təbriklər. Siz gələn diplomla beraber hamı ilə birlikdə şəkil çəkilsin. Siz balamızı canlı vətən, torpaq üçün verir. Və burada, bu toplantıda biz Qarabağ əllərinə qarşı İctimai Birliği rəhbər heyətliyirik burada. Burada Nəzarət Təftişi Komissiyasının sədri var, rayon üzrə, termometrlər buradadır. Ondan sonra şəhid ailələri var bizdə, məsələn, burada Murtuz müəllim həm şəhid ailələrində işi üzrə müavinimizdir. Ondan sonra Ayaz müəllim müavindir, Niyazi müəllim birinci müavindir. Dediyim nədir? Həmin Tahir'in atası Samir'in də, müəllimi Niyazi müəllimdir. Birlik haradasa 5-ci ildir ki, biz təşkil olmuş, yaranmışıq Ağstafa rayonunda və özümüzə bilən, özümüzə layiq yerimizi tutmuşuq rayonda. Allah aşkına hamımız görmüşsünüz ki, və biz rayonda çox ictimai birliklər var. Mən də birini pislik birini biz özümüzə görə öz hərəkətlərimizi eləmişik və daimə şəhid ailələrinin yanındayıq, qazilərin yanındayıq. Bütün birliyimizin qapıları sizin üzünüzə açıqdır. Bütün nə qədər bu sosial status müharibəyə aid olan insanlara biz hamıya yardım eləməyə, yanında olmağa hazırıq. Və biz komanda ilə də işləyirik. Rayon icra başçısı Seymur müəllimin dəstəyi də bizim səhərimizdə. Bunu mən vurgulamalıyam. O daima bizə bu işlərimizdə, bu yönlü hərəkətlərimizdə həmişə bizə dəstəkçi olubdur. İndi bu günləri hamı buradadır və ürək söz istəyən insanlar.
Şəhid Ramiz Mustafayevin adına Karate-Do mərkəzinin yetirilməsi həm yerlimiz Qazi Samir Ələkbərovun oğlu, eyni zamanda tələbəsi Tahir Ələkbərov Polşanın Plavir şəhərində keçirilən 10-cu dünya çempionatında birinci yer qazanaraq qızıl medala layiq görülüb. Bütün rəqiblərini məğlub edərək dövlət himnimizi səsləndirmişdir. Bu münasibətlə Ağstafa rayon Yazıçılar evində idmançımızı, eyni zamanda Şəhid Ramiz Mustafayev adına klubun prezidenti, Şəhid Ramiz Mustafayevin anası Mahnur Mustafayevanı, Respublika Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri 1-ci qrup əlil Firudin Məmmədov fəxri fərman ilə tərtib etmişdir. Fəxri fərman Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Ağstafa filialının sədri Ceyhun Əliyev tərəfindən təqdim olunmuşdur. Tədbirdə Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Nəzarət Təftiş Komitəsinin sədri Telman Kərimov, Şəhid Təbriz Quliyevin atası İlqar Quliyev, Şəhid Sübhan Kərimovun atası Murtuz Kərimov, Şəhid Ramiz Mustafayevin anası Mahnur Mustafayeva, atası Bağban Mustafayev, oğlu Hafiz Mustafayev, şəhid qızı eyni zamanda Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Ağstafa filialının mətbuat xidmətinin katibi Səddizadə Nəcmiyə, idmançımızın atası Samir Ələkbərov, Regional İctimai Nəzarət Koalisiyasının sədri Əkbər Abbasov, İctimai Nəzarət Koalisiyasının Ağstafa şöbəsinin sədri Aygün Əyyubova, prezidenti alan blogerimiz Aygün xanım və İctimai Nəzarət Koalisiyasının Ağstafa şöbəsinin sədri, xahiş edirəm siz də bir şəhər sözlərinizi deyərsiniz, sonra Nəzmiyə xanım mətbuat xidmətinin rəhbəri siz deyərsiniz. Əvvəla hər birinizi salamlayıram, xoş gördük. Təbii ki, bu uğur hamımızın uğurumuzdur. Yəni təkcə Ağstafanın deyil, bütün Azərbaycanın uğurudur. Mən fəxr edirəm sizlərlə. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Bu balamıza da uğurlar arzulayıram. Yəni uğurları daima bol olsun, biz də onunla baxaq, fəxr edək. Yəni o qədər içim fərəhlə doludur ki, yəni bir şəhidin adını daşıyan bir bayrağı bir xarici ölkədə dalğalandırmaq, yəni bir Ağstafalı kimi deyil, bir Azərbaycanlı kimi qürur duyuram. Fəxr edirəm səndən balam. Allah uğurlarını bol eləsin. Samir mənim gözünüz aydın olsun, təbrik edirəm. Yekunda da bu toplantımızın sonunu bizim mətbuat xidmətinin rəhbəri Nəzmiyə xanım, şəhid qızı Nəzmiyə xanım Səddizadə. Buyurun, siz də sözünüzü deyin. Mənə də söz verdiyinizə görə təşəkkür edirəm. Öncəliklə, məndən öncəki natiqlər bu qədər gözəl çıxışlar elədi ki, həqiqətən mənə deməyə söz qalmadı. Mən də Tahiri təbrik edirəm, Samir müəllimi təbrik edirəm, Maral xanımı təbrik edirəm, hər birindən can sağlığı arzulayıram. Tahir balamıza da inşallah daha gözəl nailiyyətlər arzulayıram. Gün o gün olsun ki, o medalları sənə cənab prezident təqdim etsin. yazıcı, şair, veteran Telman Qəhrəmanov, Qazi Nicat, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədr müavinləri Ayaz Bayramov və Niyazi Çəndirli, İdarə Heyətinin sədri Namiq Qarayev, operator Həsən Qəhrəmanov çıxış edərək idmançımızı təbrik edib uğurlar arzulamışlar. İdmançımızın atası Samir Ələkbərov təbrik üçün hər kəsə öz təşəkkürünü bildirib. Sonunda xatirə şəkli çəkdirilib və çay süfrəsi təşkil olunub. Aygün Əyyubova, Ağstafa İctimai Nəzarət Koalisiyasının sədri. Odur eyli, od nəfəsidir yarım. Ocağına can qurban Azərbaycan. Əzizsən də əyilməyən vüqarımsan. Uçağına canım qurban Azərbaycan. Savaşlardan nauraçıl çıxan zaman. Tarixlərə bağışladın neçə qurban. Hər qonşuda bir parçası əsir qalan. Qurbana canım qurban Azərbaycan.